Qorxu ümumiyyətlə insani bir hiss və duyğudur. Daha dəqiq, dərin söyləsəm, məsələyə yanaşsam, belə deyərdim ki, insanda iki dənə mühüm hiss var. Onlardan biri xeyri cəzb eləməkdir, cəlb eləməkdir. İnsan harada bir xeyir görsə, özünə çəkmək istəyər. Və harada bir ziyan görsə, özündən dəf eləmək istəyər. Ziyandan qaçmaq istəyir. Əslində, qorxu hissi bu hissi tamamlayır. İnsan içində bir qorxu hissi olduğu təqdirdə ehtiyatlı yaşayır, məsuliyyətli yaşayır, özünü qoruyur, ehtiyatla addım atır ki, zərərdən, ziyandan uzaq olsun, şərdən, xətadan özünü qorusun. Ona görə qorxu insanın xəmrini Allah bu hisslə yoğurub, normaldır, amma həddində, həddi aşmamaq şərti ilə. Ona görə dinimizdə xof və rəca mövzusu var. Qorxu və ümid. Xofun da olsun, ümidin də olsun. Qorxu o həddi olmasın ki, ümid sərhəddin keçsin. Ümid o həddi olmasın ki, qorxunu aradan aparsın. Çox arxain gəzəsən. Normalda qorxu yaxşı bir haldır. Ümumiyyətlə, bəzi insanların ibadətində də bu faktor gəlir, dayanır. Və bu da bunun üstünə tamamilə xətt çəkir ki, belə insanlar riyakardır. Yox, belə deyil.